Niyə? Çünki hər dəfə gəlirəm sizə əziyyətə sallam. Zəhmət çəkirsiniz, ayağa durursunuz. Mənim ayağa durmağım boş-boşuna deyil ki, bala. Böyük kiçik qarşısında ədəbli olmasan, onda bir qara qəpi qiymətin olmaz. Ha? Belə deyirəm ki, sənə ibrət olsun. Böyük kiçik hörmətini həmişə saxlayasan. Buyur. Buyur, əyləş bala. Sağ ol. Əyləş. Ağa, Cəmil maşallah böyük. Hə, Cəmil ağıllı baladır. Deyirdin, bir də bizə gəlməyəcəksən. Çox gözəl. İndi mən sənə bir misra deyəcəm. İkincisini özün deməlisən. Tələsmə yine. Mən çayımı içib qutaranacan dedin. Dedin. Ya demədin. Xudahafiz. Daha özün demişkən bir də bizə gəlməyə bilərsən. Min qəmin vardır. Birim mindən bir adəm bilmir. Min qəmin vardır. Birin mindən bir adəm bilməyir. Həm bu bir qəm ki, min adəmdən biri qəm bilməyir. Afərin, afərin. Dərd qəm insanın ayrılmaz bir hissəsidir. İnsan yarandığı gündən mühitə üsyan edir. Bu onun təbiətindədir. İnsan həyatda təsadüf nəticəsində yarandığının da bir həqiqət olduğunu boynuna almaq istəmir. İnsan olan kəs ətraf mühitlə, təbiətlə qaynayıb qarışmalıdır ki, heç olmasa təbiətin əbədiliyindən ruhlanıb təsadüfi olduğunu bəlkə də bir anlığa unutsun. İnsan bilir ki, o bu dünyadan müvəqqətidir. Bilir. İnsan